Salam dostlar. Bu videoda birlikdə qayıq və su axını ilə bağlı olan bir vektor məsələsini həll edəcəyik. Bu tip suallarda ən çox edilən səhv odur ki, şagirdlər dərhal hesablamaya başlayırlar. Halbuki ilk işimiz məsələni şəkil üzərində göstərməkdir. Biz əvvəlcə vəziyyəti çəkəcəyik, sonra vektorlar yazacaq, daha sonra onları toplayıb qayığın həqiqi sürətini və həqiqi istiqamətini tapacaq. Gəlin başlayaq. Bizə deyilir ki, qayıq düz şimala doğru saatda 27 mil sürətlə hərəkət edir. Eyni zamanda su axını isə cənubdan 60 dərəcə qərbə istiqamətində saatda 8 mil sürətlə axır. Bizdən soruşulur, qayığın həqiqi sürəti və həqiqi istiqaməti nədir? İlk olaraq koordinat oxlarını çəkirəm. Yuxarı istiqamət şimaldır. Sağ tərəf şərqdir. Sol tərəf qərbdir. Aşağı isə cənubdur. İndi qayığın vektorunu çəkirəm. Qayıq düz şimala getdiyi üçün vektor yuxarı yönələcək. Uzunluğu isə sürətini göstərir. Yəni bu vektorun modulu 27 olacaq. Bu vektoru B hərfi ilə işarə edək. İndi isə su axınını çəkək. Su axını cənubdan 60 dərəcə qərbə istiqamətindədir. Deməli, əvvəl cənuba baxırıq, sonra qərbə doğru 60 dərəcə dönürük. Bunun sürəti cəmi 8 saat mildir. Bunu isə C ilə işarə edək. Beləliklə artıq məsələnin şəkli hazırdır. İndi gəlin qayığın vektorunu yazaq. Qayığın sürəti 27-dir. Bucağı tapmalıyıq. Standart bucaq həmişə müsbət üfüqi oxdan başlayır. Qayığımız düz yuxarı getdiyi üçün bucaq 90 dərəcə olur. Deməli, qayığın vektoru 27 vurulsun 90 dərəcənin kosinusu, 90 dərəcənin sinusu şəklində yazılır. İndi isə su axınına baxaq. Bizə istiqamət standart formada verilməyib. Biz onu standart bucağa çevirməliyik. Su axını cənubdan 60 dərəcə qərbə istiqamətindədir. Standart bucaq isə sağ tərəfdən başlayaraq saat əqrəbinin əksinə ölçülür. 90, 180 və burada da 90-dan 60 çıxanda 30 qalır. Yəni 90, 180 və 210. Onda su axınının vektoru 8 vurulsun 210 dərəcənin kosinusu, 210 dərəcənin sinusu şəklində yazılır. İndi özümüzə belə bir sual verək. Bizdən nə soruşulurdu? Qayığın həqiqi hərəkəti. Qayığa iki qüvvə təsir edir. Birincisi mühərrikin yaratdığı hərəkətdir. İkincisi isə su axınıdır. Ona görə də həqiqi hərəkət bu iki vektorun cəmidir. Yəni B üstəgəl C tapılmalıdır. Vektorları toplayanda uyğun komponentlər toplanır. Birinci koordinatlar öz aralarında, ikinci koordinatlar isə öz aralarında toplanır. Beləliklə, x koordinatı 27 vurulsun 90 dərəcənin kosinusu, üstəgəl 8 vurulsun 210 dərəcənin kosinusu olur. Y koordinatı isə 27 vurulsun 90 dərəcənin sinusu, üstəgəl 8 vurulsun 210 dərəcənin sinusu olur. İndi bunları kalkulyatorda hesablayırıq. Nəticədə x koordinatı təxminən -6,93, y koordinatı isə 23 olur. İndi bu vektorun modulunu tapmalıyıq. Vektorun modulu Pifaqor düsturuna əsasən hesablanır. Kvadrat kökü altında birinci koordinatın kvadratı, üstəgəl ikinci koordinatın kvadratı. Hesabladıqda nəticə təxminən 24 mil saat alınır. Bu bizim qayığın həqiqi sürətidir. İndi isə istiqaməti tapaq. Tangens düsturundan istifadə edirik. Tangens qarşı katetin qonşu katete nisbətidir. Yəni 23 bölünsün -6,93. Tərs tangensi hesablayanda təxminən 73 dərəcə alınır. Amma burada çox vacib bir məqam var. Birinci koordinat mənfidir. İkinci koordinat isə müsbətdir. Deməli, vektor ikinci rübdə yerləşir. Ona görə də cavabı düzgün istiqamətdə göstərməliyik. Bizdən kompas istiqaməti soruşulduğu üçün cavabı belə yazırıq. Şimaldan 17 dərəcə qərbə. Çünki 90 dərəcədən 73 dərəcə çıxanda 17 dərəcə alınır. Cavabı yazırıq. Beləliklə, qayığın həqiqi sürəti 24 mil saat, istiqaməti isə şimaldan 17 dərəcə qərbə oldu.